Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqə kanal marketə yaxın, tam yola yaxın. 1 sot 700 torpaq sahəsinin üzərində belə deyirik. 2 sota yaxın torpaq sahəsinin üzərindədir. Şəxsi tikilidir. 3 otaq, 1 mətbəx, 1 sanjeldən ibarətdir. Sənəd icra sərəncamı çıxarışa yararlı. İlkin həyətin təqdimatını təqdim edək sizlərə və sonra keçirik evin içərisinin təqdimatına. Nağdı satış qiyməti belə deyək də 40.000 manatdır. Yəni nağdı satış. Yəni kreditlə istəsələr kreditlə də mümkündür. İlkin olaraq ödəniş 25.000 manat, yekun 45.000 manatdır. İnşallah bir hissəsində sizlərə təqdim edəcək. Mənim maşın rahatlıqla daxil olur, kommunallarına qədər var, yəni qaz işıq xəttlərinə qədər var. Evin içərisində sizlərə təqdim edir və onu da nəzərinizə çatdıraq ki, əşyaların bəziləri, cüzi hissələri qalacaq inşallah. Və keçirik evin içərisinin təqdimatını. Bəzən izləyicilərimiz deyirlər ki, münasibdir evlər, yəni çalışdığımız qədər biz də çalışırıq sizin münasib evlər paylaşaq. Bura giriş hissəsi rahatdır. Sonra birinci zal hissəsini təqdim edək. Bura zalda gördüyünüz kimi. Zal hissəsidir. Gəl qardaşım qabaq bir yataq otağını təqdim edir. Zal təşəkkürünü bir də göstərək. Burada gördüyünüz kimi yataq otağıdır. Burada zal hissəsidir. İlkin çəkişdə göstərmişdik. İkinci yataq otağını təqdim edək. Və mətbəx hissəsini təqdim edək sizlərə. Bu da mətbəx hissəsidir. Mətbəx hissəsi də belə deyək, böyükdür, yəni kiçikdir, normaldır. Və mətbəx mebeli də qalacaq. Və sanuzel hissəsini təqdim edək. Sanuzel hissəsi hazır bir vəziyyətdədir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqə kanal marketə tam yaxın bir ərazidə, yola yaxındır və qeyd etdiyimiz kimi 1 sot 700 torpaq sahəsinin üzərində inşa edilir. 2 otaq, bir mətbəx, bir sanzeldən ibarətdir. Sərəncamlı çıxarışa yararlıdır. Qaz, işıq, kommunal xəttləri var. Nağdı qiyməti 40.000 manatdır. Belə deyək, ilkin ödəniş kreditmə hissəsi ilkin ödəniş 25, yekun 45.000 manat. Reallı olan hesabı tərəfindən də endirim olacaq. Səhifəmizi izləsin, Məşləqə mümkünmüş. Əməkdaşlar rəhbərimiz sizlərə dərin təşəkkürümüzü bildiririk.